Salam dostlar, deməli, mən burada izləyənlər üçün mən bunu demək istəyirəm ki, ümumiyyətlə çox vaxt insan özünü aşağı hiss eləyir, özünü kiməsə müqayisə eləyir. Məsəl üçün görür ki, kimsə nəsə eləyir, ondan uğur qazanır, amma sən nəsə eləyirsən, özünə məxsus şəkildə uğur qazanmırsan, belə deyim. Mənim sizə demək istədiyim budur ki, dostlar, insan heç bir halda özlüyündən çıxmamalıdır. Mən ümumiyyətlə onun tərəfdarı deyiləm ki, hansı ki, yəni kiməsə bənziyim, kiməsə oxşuyum filan. Çünki bilirsiniz, bu məni mənliyimdən çıxaracaq bir şeydir də. Mən tutalım kiməsə oxşadım, kimisə tərzinə çıxış elədim, lap kontent yaradıramsa, hə, bu belə yaradır, mən də belə yaradıram, nədir, çoxluq gəlsin, filan beşmikan. Bu məni xoşbəxt eləməyəcək, dostlar. Yəni bilirsiniz, mən fikirləşirəm ki, mən istəsəm də belə o məni mən eləməyəcək. Ona görə də mən özümə məxsus şəkildə hər şey eləyirəm və lap az adam bəyənəcəksə də belə, heç bəyənməyəcəksə də belə mənim üçün heç bir fərqi yoxdur. Çünki mən kiminsə xoşuna gəlmək üçün heç nə eləmək istəmirəm. Mən əksinə istəyirəm ki, məni olduğum kimi qəbul edib elə sevsinlər və elə dəstək olsunlar. Yəni, lap dəstək almıramsa fərq eləmir. Mən yenə də özüm olmağa davam edirəm. Çünki məni möhkəm eləyən şey budur. Məni daha çox inamlı eləyən şey odur. Məni elə bil ki, həyata bağlayan şey odur. Mən nə vaxt ki, ora, bura özümü itələməyə çalışacağam, mən heç xoşbəxt olmayacağım, dostlar. Ona görə də mən fikirləşirəm ki, mənim kimi burada bir insan varsa, onu başa düşsün ki, yəni özün kimi olmaq çox şey deməkdir, həqiqətən də. Yəni, nə çatışmayan cəhdlərin varsa, üstündə işləyəcəksən təbii ki, sadəcə yenə də sənin özlüyün çox əhəmiyyətlidir. Çünki sən yəni, özün qəpik quruş eləyəcəksən, sonra lap da pis olacaqsan. Onun da heç kimə heç bir faydası yoxdur. Hə, bax belə. Çatdırmaq istədiyim bu idi. Yəni, ümid edirəm ki, bir faydası dəydi sizə. Belə.